Rasulullah sallallahu aleyhi və səlləm cəhənnəmdə əzab görən bəzi günahkarların hallarını belə xəbər vermişdir. Meyrac gecəsi bir sıra insanlar gördüm ki, qarınları evlər kimi idi. Qarınlarının içi ilanlarla dolu idi və bunlar bayırdan görünürdü. Mən, ey Cəbrail, bunlar kimlərdir deyə soruşdum. Bunlar faiz yeyənlərdir cavabını verdi. Həmçinin Rasulullah sallallahu aleyhi və səlləm belə nəqlidir. Meyraca çıxarıldığımda misdən dırnaqlarla üzlərini və sinələrini cırmaqlayan bir cəmaata rast gəldim. Ey Cəbrail, bunlar kimlərdir deyə soruşdum. Bunlar qeybət edərək insanların ətlərini yeyən və onların namuslarına, şərəf və heysiyyətlərinə dil uzadan insanlardır cavabını verdi. Bəndəni Allahın rəhmətindən uzaqlaşdırıb, ilahi qəzəbə düçar edən günahlara batanlar bir an əvvəl peşmanlıq göz yaşları ilə tövbə etməli, ilahi rəhmətdən əsla ümid kəsməyib, səmimiyyətlə bağışlanma diləməlidirlər. Çünki Allah Taala belə buyurur. Bismillahirrahmanirrahim. Qul ya ibadiyəl-ləzīnə əsrafu alə ənfusihim, la təqnədu min rəhmətillah, innəlləhə yəğfiruz-zunubə cəmi'an, innəhu huvəl-ğafurur-rahim. Ey Peyğəmbər, mənim adımdan qullarıma de, ey mənim günah törətməkdə, özlərinə zülm etməkdə həddi aşmış bəndələrim. Allahın rəhmətindən ümidsiz olmayın. Allah tövbə etdikdə bütün günahları bağışlayar, həqiqətən o bağışlayandır, rəhm edəndir. Bəli, Allahın rəhmətindən ümid kəsilməz, o bütün günahları bağışlayar. Lakin bunun bir şərti vardır və həmin şərt oxunan ayədən sonraki ayədə belə ifadə edilir. Bismillahirrahmanirrahim. Və ənibu ilə rabbikum və əslimu ləhu min qabli ən yətiyyəkumul azəbu thumma la tunsarun. Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz. Yəni, vaxt itirmədən dərhal tövbə edərək Allah Taalaya yönəlmək və ölümə günahlar içində təslim olmamaq lazımdır. Allah Taala bəndələrindən tövbə-i nəsuh, yəni ixlaslı, səmimi bir tövbə istəyir. Bəndənin vəzifəsi günahından nifrət edərək və ona bir daha dönməməyə əzm edərək peşmanlıqla tövbə etmək, arxasınca da tövbəsinin qəbulu üçün daima Allah Taalaya yalvarmaqdır. Bəndənin tövbəsini Rəbbimiz istəyərsə qəbul edər. Çünki duaların və ibadətlərin qəbulu kimi günahların əfvi də onun istəməyinə bağlıdır. Digər yandan, hər necə olsa tövbə edərəm bağışlanar düşüncəsi ilə günahlara dalmaqdan da son dərəcə uzaq durmaq lazımdır.